Oturmuşam divanda, qarmonun da yanında. Birdən qapı döyüldü, elə bildim atamdır. Əskəriyə getdi. 2020-də mən yaşım idi, avqustun 25-də. Yaşımın səhəri günü zəng edib bacısı ilə danışırdı. Dedi, dünən mama yaş idi, niyə zəng eləmədim? Dedi, əşi, mama mənə dostumdur, mama məndən küsməz. Amma belə ki, mən bir dənə sənin ad günü yadımda saxlayıram. Biri Ərkiyana da. Özü də istəyirdi ki, hərbiçi olsun. Yəni, hərbiçi olmanın anası ilə ikisi istəyib əslində. Ana bala ikisi istəyiblər ki, hərbiçi olsun. Bu 2020-də, yəni müharibə başlayanda 27 sentyabrda. Yəni, bizim məlumatımız olmadı ki, müharibə var. Amma həmən günü zəng vurdu. Zəng vurdu, dedi ki, biz Füzulidəyik. Sevinirdi. Sevinirdi. Mənə deyir ki, bilirsən, 7 dənə kənd almışıq, Füzulidəyik. Sən geldi, həqiqətən səsləri götürmüşdü aləmin maşında. Deyirlər, gülürlər. Papası çox danışıb Qubadlıdan o yanda, uşaqlarından çox danışırdı. İndi onun bəlkə də ağlında var ki, mən də gedəcəm, mən də qəhrəman olacam, gələcəm, mən də danışacam. O elə danışırdı həmişə. Ki, belə keçdik, belə gəldik. Gülə-gülə, hamısı elə deyirdi, gülürdü. Sevinə-sevinə deyirdi. Yanında olan uşaqlar da qışqırışırdılar. Yəni, onlar da sevinirdilər. Belə səssiz küylü idi. Orada olduğuna görə mən biraz bir cür oldum. Müharibənin olduğunu bilmirdim ki. Mən özüm də 92-93-də Qubadlı rayonunda Elyar Əliyevin batalyonunda olmuşam, 706-da. Hərbi hissədə olmuşam. Öz bibim oğlu Arif Baxışov, yoldaşımın dayısıdır. Orada şəhid oldu. İtkin düşdü daha doğrusu. Haradasa 25 il axtardılar, tapmadılar. Sonra şəhidlik adı verdilər. Mən narazı oldum. Çünki mən görmüşəm onları, hərbi çətindir. O deyəndə ki, Füzuli deyəm, mən orada olmuşam. Ona görə mən ona ürək-dirək verdim. Dedim ki, mən də getmişdim bu vaxtı. Valla hadisa elə bir ki, nəsə sancdı da adamın ürəyinə, qaynım güldüydük. Gördüm, yox, orada bir yer yurt, gəldim papam gələn. Gördüm, yox, orada yaxşıdır, gəldik evə. Qapıdan girəndən belə səkin qıranla güllər əkmişdik. Onlar təmizlədik, hamısının üstündə gül vardı. İçə bir vedirəm, mən gül buket kimi düzəltdim, qoydum ora. 3 gündən sonra Fərdi evə gələcək. Sən gelib demişdi ki, prezident qərar verdilər, küçəyirik ki, oktyabrın 1-i evə gələcəkdi. Babası lapatqanı götürdü, çıxdı küçəyə. Küçədə bir tikan zad vardı, onları təmizlədi. Küçəyə işıq elədi, amma hələ bilmirik, nə var, nə yox. Öz yanımızdan. İşıq elədi, qonşular da oturublarmış orada, deyiblər ki, uşaq gəlməyə vaxtı deyənə hazırlaşırlar. Gecə saat 1 idi, bunlar yatdılar, qızla ikisi. Durdum, öz yanımdan evin pərdələrini də dəyişdim. Amma vallahi billahi hamısı öz yanımdan olub. Səhərə yaxın saat 5 idi. Qardaşım zəng elədi. Dedi, dur bir yerə gedək, dəyək gələk. Paltar oluyuk. Fikirləşdim ki, bu polisləri də aparırdılar da veşmişoxla, yəni qaçırdırdılar, hazırlıq işi gedirdi, polislərdə də yəni işlər gedirdi, müharibəyə aid. Dedim, yəqin gedir, evə demək istəmir, mənə deyir ki, apar məni yola sal. Paltarımı geyinib çıxdım çölə ki, qaracın yanına gedim. Gördüm ki, yoldaşım dalımdan qaça-qaça gəlir. Pəncərədən baxıb görüb ki, 3-4 maşın girdi küçəyə. Dedi, burada başqa bir iş var. Yəni, qardaşın alladır da səni. Başqa bir iş var burada. Acıladım, dedim, nə iş olacaq? Elə cürə danışırsan ki. Mən o maşınlar görəndə bildim. Çünki o elə bildi, qardaşını aparır yola salmağa.
Amma mən o izdihamı görəndə bildim ki, gecə niyə gələrlər. O deməsəydik ki, getmişik Qarabağa, bəlkə də bilməzdim də. Deyəcək ora getmişik. Qarajın qapısını açdım. Gördüm ki 30-35 maşın. Doldular küçüyə. Ağlaş qiyamət. Heç nə də. Hamısı dedi ki, Fərid şəhid olub. Amma düzü mən inanmadım. Çünki danışmışam axı. Səhərəcən, yəni məndə nə ağlamaq oldu, nə kövrəlmək oldu, heç. Çünki inanmadım. Mən gündüz danışmışam, mənə çatmadı. Baxdım küçəyə, o gəlin altda otağa nifrət edirəm. O pəncərədən baxanda həmən o maşınları girməyən görürəm. Nə bilim. Ağırdı. Çox ağırdı. Ona görə də ölməyən qəbul eləmirəm. Mən üçün o elə biləm çasladı. Hər Bakıya gedəndə Pir Şükürün yanından keçirik. O da onun əskər çəkdiyi yerdir. Qəbrimin üstündə ulduz şəhrimi sən görüb ağlama, anam ağlama. Ağlama, 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 anam ağlama. Ana bala ikisi də hərbiyin istəyirdi. Anası deyirdi ki, mən istəyirəm ki, bu hərbi formada maşınla gəlsin, girsin qapıya. Ki, mən işdən gəldim. Onu istəyirdi o. Elə hərbi paltarda da gəldi da, yəni rütbə, o siz deyən, mən böyük rütbəni qazandı. Ağlama, 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 anam ağlama. Tabutu açıb baxmayana qədər inanmazdıq ki, o yatıb orada. O inanmazdıq ki, yatıb orada. Yatmışdı, amma həmən o gülən vəziyyətdə iki dənə qabaq dişləri çöldüydü. Gülürdü da elə bir canlı. Allah, bir əlcə bir soyuqluğu vardı ki, soyuq idi. Ağappaq. Axırı qaynım deyir ki, müharibədən harada 4-5 gün əvvəl Bakıdan gələndə pandemiyaya görə qoymurdular. Zəngər deyir ki, papasına ki, gör icazə ala bilərsən, 5 dəqiqə uşağı görüm çıxım. Nəsə xahiş edik, getdi. Deyir, ayrıldıq, deyir. Getdim maşın yana çatanda, təzdən deyir, qapını açdı, deyir. Qaça-qaça gəldi, deyir, məni qucaqladı. Başqa cürdə, deyir, uşaqda da başqa, deyir, bir abu hava var idi. Kaş ki biz də geyib görəydik. Kaş ki, kaş ki. Nə bilim. Desəydilər, bəlkə də geyib görərdik. Bəlkə də Bakıda yola salardıq. Yəni, belə də sonra deyirsən ki, bəlkə də geyib yola salmamışıq. Ona görə də bizim üçün ki, hələ əskərlikdədir. Hələ oradadır. Mərmiyin biri gedir, düşür qabağa, o kolonların yanına. Kolonu vurublar. Bunlar gözləməyiblər ki, həm də ki, təzə getmiş adamlar da hələ baxırlar o yana ki, gedişat nədir. Birini də atıblar, düz gəlib düşür Fəridin yanına. Mən getmişdim oraya, getdik, baxdıq. Orada ağaççat da ehtiyac elədik 3 dənə, çünki orada 3 şəhid oldu. İlk dəfə 27-ci ilə müharibə başlayan kimi 3 şəhid oldu. Əli, Fərid, bir də İsmailov Amit. Nə üçün evdə? Bax, o aşağıda, bilməm də otaq buradadır necə. Mən aşağıdayım, mən elə bilməm, yuxarıda məni qoruyur. Mən üçün elədir. Əvvəllər evdə tək qalanda qorxurdum. Amma Fəriddən sonra yox. Elə biləm ki, o yuxarıdadır. Sentyabr biraz ağır aydı. Çox ağır aydı, çox. Yəni, yoldaşları deyir ki, tutub belə bizdən
Bərk çıxır, buraxmır. Soruşur ki, Əli Məhərrəmov xanı, dostunu soruşur. Nasıl ki, qoyublar orada skor çox olub. 19-20 skor olub. Aparır, skoruya yəni yaxınlaşdıranda da yəqin ki, görüb ki, vəziyyət o vəziyyətdir. Uşaqlara deyib ki, forman komandirin otağındadır. Onu aparıb verərsiniz bizə. Hansı sözləriniz qaldı? Onu demədiniz. Çox, o qədər. Zəng elədi. Dedi, ayın biri gəlim, nə bişirəsən? Dedim, gələrsən, nə istəsin? Dedi, hamı zəng edib, deyir ki, ay bala, sən bozbaş istəyirdim, bişirəcəm, dolma istəyirəm, bişirəcəm. Mən amma demədim də. Dedim, nə istəsin onu? Bir axıra yaxın pandemiya oldu, çox gedəmədik yanına. Amma çox gedirdik. Böyük diqqət var şəhid ailələrinə. Mən birinci növbədə rayonumuzun başçısı cənab Nahid Bağırova təşəkkürümü bildirirəm. Çünki o ilk gündən bizim yanımızda oldu. Dövlətimizdən də razıyıq, sağ olsunlar. Yəni diqqət eləyirlər. Xəstəxanaya gedirik, orada bir daha doktor var, baş doktor. Bütün işçi qüvvəsi, hamısı. Biz oraya gedən, tək biz yox. İstənilən şəhid ailəsi, qazilər ora daxil olanda hamısını tanıyırlar. Hamısına böyük diqqət edirlər. Yəni mən orada elə başqa yerdə olsun, məsələn kollec olsun, İsmaili Dövlət Humanitar Kolleci. Fərdə görə orada büst qoyublar. Fərdlə bir yerdə 3 şəhidimiz var orada, 3 tələbəsi var. Stent qoyublar, otaqlar düzəldiblər. İldə 2 dəfə gəlirlər. Özü də 1 nəfər, 2 nəfər yox. Avtobus tutub gəlirlər. Tələbələr də gətirirlər. Maarifləndirirlər, tanış eləyirlər. İsmailin bütün məktəbləri. O məktəblər hamısı burada olub. Hamısı. O məmurlar hamısı bizim evimizdə olub. Bax, burada olub. Bu evə girməyibsə, bu 5 ildə bəlkə də 20 min adam girib. Rahat 20 min adam gəlib, ziyarət edib gedib o. Sosial şəbəkədə paylaşıram mən. Kim gəlirsə, kim gedirsə, yəni çəkilişlər olur. Yəni rahat. Yaxşı ki, Fərdə görə biz bu otağı da düzəltmişik. Buradan mən o bizim Fərhad Əhmədova da iş adamına təşəkkür edirəm. Yəni otağın düzəldilməsində yəni onun da böyük əməyi var. Şəhidə yəni diqqət edib. Onun əməyidir, yəni o eləyib. O həkimə göndərdi onu voyinkomat. Bir həftəyə cavab gəlməz. Bir həftə maşınımız yox idi. Yol gedirdik, əlin qoydu çiynimə. Deyir, dostum, birdən mənə əskər aparmadılar. Ketdən ətər gəzərəm. Bir həftəni o bizə elə bir haram eləyirdi da, ki, nətər oladan. Elə ki, gəldi ki, əskərliyə gedirsən. Nə bilim, təmiz başqa cür da var idi, özümdə görürdüm ki, həvəsi var idi. Arzular qaldı da ürəyində, olanmadı.